Bu həyatda ən çox üzülən bürc desəniz, mən oğlaq bürcü deyərəm. Onların ağır təbiətli olmasına, onların qətiyyətli, ağlına nə qoysa onu edəcək olmasına baxmayın. Fərqi yoxdur. Necə ağır görsənməyinə baxmayaraq, ən çox üzülən, ən çox yanılanlar onlar oldu. Deyir, ən çox tək qaldığında mı, yoxsa çoxluq olan zaman mı üzülürsən? Yadına düşür. Oğlaqlar bax belədir. Çoxluq olan zaman gülümsəyir. Yaxşıyam. Amma əslində yaxşı deyil. Təkliyi olan zaman isə özü-özünə sadəcə olaraq bir sual verir. Niyə mən? Oğlaqlar bu həyatda o qədər yenilgi, o qədər yanılgı gördü ki, hər gələn özü ilə bir şey yapardı oğlaqlardan. Amma keçəcək. Hər şey yaxşı olacaq. Buna tam əmin olun. Hər şey ürəyinizdə olacaq. Sadəcə olaraq biraz zaman. Biraz səbir.